Ştrudel, ştrudel. Hırsızına baxın. Bəli, mənim əzizlərim, dəyərli xanımlar, necəsiz? Mən də yaxşıyam. Bu günlər sizə Alman şirniyyatı ştrudel hazırlayıram. Biz rulet deyirik, amma bu onların dilində ştrudeldir. Biz başlayırıq vişnədən. 450 qram vişnəmiz. Bura gedəcəkdir. 60 qram şəkər tozu, qaşıq yağış. Buradan alaraq. Ştrudel, ştrudel. 48, 60 qram şəkər tozu, 30 qram da nişasta. Demək 30 qram nişastamı tökdüm. Ən yaxşı şirniyyat üçün qarğıdalı nişastadır. Düzdür, evdə olmayanda başqa nişastalardan istifadə edirik, amma ən yaxşısı qarğıdalı. Bu da 30 qram bizim nişastamız. Gedir biraz qaynamağa. Demək, çox adam nişastanı su ilə açır. Biz nişastanı su ilə açmadıq. Ona görə ki, bizim vişnə özü suruydu. İndi pişdikcə nişasta qəşəng açılacaq. Gedək. Bizim nişastamız çox gözəl şəkər tozu ilə qarışacaq bir-birinə. Elə dadlı olur. Bundan bişirib aparmışam işə. Çox dadlı olur. Hər şey xoşuma gəlir. Süper, çox dadlıdır, yüngüldür. Xəmiri də çox rahatdır. Hər evdə var. Yəni hazırlaya da bilərsiniz. Amma buna bu mağazada olan hazır qat-qat xəmirlər, amma mayasız. Onlardan lazımdır. Bizdə evdə həmişə olur. Tez. Bişnən bol olan vaxtdır. Bişirin, nuş edin. Demək, get-gedə rəngi açılacaq. Açılır, görürsünüz. Qarışdırmaq lazımdır, nişastanın dibi tutması. Nişastanın dibi tutanda yaxşı olmaz. Qarışdırır. Sonra bunu qoyacağım soymağa. Və bunun içine hələ boz da dənələyəcəm, belə xırdalayacaq. Hətta bunun içine zövqə görə biraz darçın da vurmaq olur. Mən biraz səpəcəm. Darçın da çox gözəl olur. Bax, bu ağzıdır, gördünüz. Belə şeydir ki. Demək, biraz qoz əlavə edəcəm ora. Ağızda hiss olunması üçün xırdalanacağım. Biraz belə. Bu zövqə görədir. İstəsəz biraz çox eləyin, istəsəz az eləyin. Belə. Əslində vişnə çox xeyirlidir mənim əzizlərim. Artıq vişnənin mövsümü və dəyərləndirməyə lazımdır. İndi sizə göstərəcəm. Mən bu günləri kompotla bağlayacağım vişnədən. Mən kompotu da təkli bağlayıram. İçinin şəkərini çox az tökürəm, meyvəsini çox eləyirəm, bol eləyirəm. Bu qədər biz qabdan boşaltdıq ki, baş əlir, soyusun. Darçın atacağım. Darçınla aram necə? Normalda da darçın verirsiniz de gelsin. Biraz çok az darçın elədim. Bu soyma olub və darçını da aldım. Bir də sizə deyim ki, mənim əzizlərim, bu çox yüngül şirniyyatdır. Qat-qat xəmir bilirsiniz ki, o qədər belə kalorili deyil. Yəni, qat-qat da o birlərə baxanda yüngüldür. Görürsünüz, mağazadan alınmış qat-qat xəmirlərdən deyil. Mən 3 qat eləyəcəm ki, çox cırılmasın, həm də qat-qat olsun. Gördünüz, belə. İndi biraz unlayacağım bunu, başlayacağım yaymağa. Hazırdır, qıraqlarını kəsəcəm, düz olsun deyə. Bundan demək istifadə edirik, olmayanda çəngəlləyə bilərsiniz ki,
Xəmir havasını atsın. Bunu soyutduq. Buz kimidir. Buz kimi. Çünki bunu isti eləmək qətiyyən olmaz. Xəmiri cırar. Başlayırıq nə eləməyə? Baxın. Biraz yer qoyuram. Gəlməni gör, dərdindən gör. Mütləq bunu yağlamaq lazımdır. Bunu elə ki, bu qat-qat olsun. Ona görürsünüz, bu rizin ona görə rahatdır ki, mənim əzizlərim var. Demək mənim əzizlərim, görürsünüz bunu yumurtalamırıq. Çünki bunun üstündə şəkər toz eləyəcəyik. Gedirik 180 dərəcədə 30 dəqiqə pişməyə. Bu dilim hazırdır. Bir 10 dəqiqə, 15 dəqiqə bu soysun, sonra bir də gələcəm. İndi mən bura şəkər pudrası eləyəcəm. Mən şəkər pudrasını özü çox sevirəm. Bu qədər. İstəyirəm indi bunu kəsim, siz baxasınız. Kırışıltısına baxın. Yenə də deyirəm, vişnənin vaxtıdır, ümumiyyətlə mənim əzizlərim, meyvənin vaxtıdır. Bol-bol bəhrələnin, bol-bol qəbul edin. Çünki həqiqətən də hər bir meyvəni zamanında, hər bir tərəvəzi zamanında yemək lazımdır. Çox gözəl, dadlıdır, təyamlıdır, diyetikdir. Mütləq bundan yeyin və mənə yazın. Görün kim necə hazırladı, kimdə nə alındı. Mən sizə deyə bilərəm ki, ruziniz bol olsun, canınız sağ olsun. Evə kim ruzi gətirirsə, onun ilk öncə canı sağ olsun. Qarşılayanın əhval-ruhiyyəsi xoş olsun hər zaman. Hələlik deyirəm sizlərə. Hələlik.